Mənim bugünkü həmsöhbətim radio aparıcı və aktrisa Kəmalə Orucdur. Oruc neydi? Oh, Gəl. anladım ki, insanları incitmək əslində doğru deyil. Nə boyda olmusan? İnsanlar xoşbəxt olmayanda başqalarını incitməyə çalışırlar. Dur gedək. Amma bəsdir də, bir dəfə də mağazindən aldı tortu. Uşaqlar yemirlər, deyirlər dadsızdır. Pox yer uşaqlar, dur. Talih Yüzbəyev mənim qrup yoldaşım olub İncəsənət Universitetində və həmişə mənə deyirdi ki, sən çox yaxşı aktrisasan. Özüm çəkilən kimi, özüm kino çəkən kimi mütləq səni də filmə gətirəcəm. Azərbaycan kinosu durğunluq dövrü keçirir, keçid dövrü keçirir. Bu keçid dövrü bir bitmədi, yəni. Əlimizdə olan resurslar, alətlər təkmilləşdikcə daha yaxşı filmlər olacaq. İndi ağlayacağam. Başladıq. Azərbaycanca danışan hər kəsə salamlar. Podcast növbəti 12-ci epizodu ilə yayımdadır. 2025-ci ilin yekunlaşmasına sayılı günlər, bir neçə həftə qalıb. Necə keçirdiniz? 2025-ci il nələr gətirdi həyatınıza? Razı qaldınızmı 2025-dən? Fikirlərinizi yaza bilərsiniz kommentlər bölümündə. Ümumiyyətlə çalışıram ki, bütün şərhləri oxuyum və cavablayım və təşəkkür edirəm. Sayımız günü-gündən çoxalır. Bu normal olaraq məni sevindirir. Və ümumiyyətlə bir statistika apardım. YouTube-da nə qədər video var deyə. Bax, belə bir statistika qabağıma çıxdı. Qabağıma çıxdı deyəndə araşdırdım bunu. Deməli, avqust ayının məlumatına görə təkcə YouTube platformasında 115 milyon YouTube kanalı var. Bu da 4,3 milyard video deməkdir. Və YouTube-un yaranmasından bu günə qədər YouTube-da 20 trilyon video var. Bu da o deməkdir ki, biz bütün videoları izləyə bilmərik və bu normal deyil. Yəni, hər kəs hər şeyi izləməlidir deyə bir şey yoxdur. Əgər xoşunuza gəlirsə, bəyənirsiniz və bəyəni düyməsini basırsınız. Xoşunuza gəlmir, izləmirsiniz. Yəni, burada anormal bir şey yoxdur. O ki, qaldı gözləntilərinizə. Düşünürəm ki, bir vergi, Azərbaycan Respublikasının vergi ödəyicisi olaraq siz ancaq bütün iradlarınızı Azərbaycan televiziyası və ictimai televiziyaya bildirə bilərsiniz. YouTuberlara heç bir irad bildirə bilməzsiniz, çünki bu sərbəst bir platformadır. Hər kəs istədiyi mövzuda, istədiyi şəkildə danışa bilər. Yəni, siz seçirsiniz. Nə izləyirsiniz, nə izləmirsiniz. Odur ki, bir daha təşəkkürlər bizi izlədiyiniz üçün və növbəti podkastimiz yayımdadır artıq. Mənim bugünkü həmsöhbətim televiziya və radio aparıcısı və aktrisa Kəmalə Onurdur. Salamlar Kəmalə. Salam Səxavət. Heç kəsə sir qalmasın, bu bizim Kəmalə ilə 3-cü salamlaşmamızdır bugün. Yəni, canlı olmamanın benefitləri, yəni xüsusiyyətləri budur da, yəni istədiyin vaxt tezdən başlaya bilərsən. Kəmalə, çox şadam ki, bugün biz səninlə burada söhbət edirik və neçə illərdir söhbət etmirik. Amma həmişə mən Bakıya gələndə biz görüşmüşük. Həmişə söhbət edirik, danışırıq, ara sıra xəbərimiz olur bir-birimizdən və mənim Araz FM-ə gəlişim 2012-ci ildə oldu. Həmin ildən səni və digər dostlarımızı da tanıdım. Sən yadımda, yəni bir sarkazmınla, bəzən demədən də, söz demədən də baxışlarınla yadımda qalmısan. Səni tənqid etməyi sevən birisi kimi, amma zarafatyana tənqid etməyi sevən birisi kimi xatırlayıram. O gündən bu günə nə dəyişib? Yəni, həmin xarakterində. Görürəm ki, məsələn, o xarakterin verdiyi elə yox belə proyekti, layihəsi yaratmışsan. Mən onu bir növ layihəyə çevirməyə çalışdım. Düzdür, xarakterimdə belə bir şey var. Çox şeyə tənqidi yanaşıram, amma onu deyim ki, etiraf edeyim ki, hamıdan da çox özümə tənqidi yanaşıram. Yəni, başqalarına 1 deyirəmsə, özümə 5 deyirəm. Yəni, belə olur adətən. Bu da mükəmməliyyətçi xarakterin verdiyi əziyyətlərdən biridir. Amma o vaxtdan bu vaxta, o gündən bu günə çox şey dəyişib. Əvvəlki qədər emosional deyiləm, əvvəlki qədər çılğın deyiləm, əvvəlki qədər hamını tənqid etməyə həvəsli deyiləm. Bir də zamanla düşündüm ki, bu böyüdükcə oldu, yaşımın üstünə yaş gəldikcə oldu. Anladım ki, insanları incitmək əslində doğru deyil. Çünki hamı tənqidi normal qəbul eləmir. Yəni, ürək sındırmaqdan çəkinməyə başladım.
Bilmirəm bu nədən sonra oldu, amma bir müddətdir ki, artıq belədir. Bir də müşahidələrim mənə nə öyrətdi? Əvvəllər bunun fərqində deyildim. Düşünürdüm ki, kimsə səhv edirsə bunu mütləq onun üzünə vurmaq lazımdır. Kimsə doğru eləmirsə, bunu deməsəm bu mənim boynumun borcudur. Mütləq bunu demək lazımdır. Başqalarının səhvini qabartmaq lazımdır. Sonra bir neçə müşahidəmdən sonra belə qərara gəldim ki, belə eləmək olmaz. Niyə olmaz? Və buna çox güclü təsir eləyən bir situasiya oldu. Deməli, bir xanımla rastlaşdım. Çoxdan görmədiyim bir iş yoldaşımla rastlaşmışdım günlərin bir günü və bir dönəm mən çox kilo almışdım, kökəlmişdim. Kilo almaq düz deyil, kökəlmişdim. Və buna görə piyada gəzirdim. Şəhərin mərkəzi küçələrində, parklarda hər gün piyada gəzməyə vaxt ayırırdım və bir xanımla rastlaşdım. Bu xanım məni uzun müddətli görməyən bir xanım idi. Məni görən kimi ilk sözü oldu ki, nə boyda olmusan? Başladı negativləri deməyə. Yəni mən o xanımla dayanıb 2-3 dəqiqə söhbət elədim və bir kəlmə xoş söz eşidə bilmədim. Halbuki mən onu gördüyümə çox sevinmişdim. Haqlı idi. Mən kökəlmişdim. Amma bunu illərdir görmədiyim bir adama dərhal demək lazım idimi? Sonra özüm özlüyümdə düşündüm ki, məsələn, bu xanımın davranışı məni necə incidirsə, mən də başqalarını incidə bilərəm. Bu mənə çox təsir elədi. Həm də niyə təsir elədi? Analiz eləməyə başladım ki, niyə bu belə eləyir? İnsanlar xoşbəxt olmayanda başqalarını incitməyə çalışırlar. Özlərində çatışmayan şeyləri başqalarında da göstərməyə çalışırlar ki, onda da bu yoxdur. Yəni, əslində, düzdür, məndə gənclikdən doğan o mükəmməliyyətçiliyin də üstünə gəldiyi bir çılğınlıqla bunu eləyirdim. Amma zamanla başa düşdüm ki, bu heç yaxşı deyil, etik deyil, bu yəni hətta insani deyil kimisə pərt eləmək. Ona görə düz çox dramatikləşdirmək istəmirəm. Başladım insanlara güzəşt eləməyə. Və zamanla xarakterimi də dəyişməyə çalışdım. Düzdür, xarakter dəyişmir, amma onu korreksiya eləmək mümkündür. Mən də indi daha mülayim və daha sakit olmuşam bu mövzuda. Ümumiyyətlə bizim insanlarımız belədir. Biz tənqid etməyi, fikir bildirməyi xoşlayırıq. Mən kommentləri oxumağı çox sevirəm. Yəni bir neçə dildə danışmağın yaxşı tərəfləri odur ki, bir neçə dildə yazılan kommentləri oxuya bilərsən. Biraz artıq həm də sosial mediada tərcümə etmək funksiyası da var. Bir də görürsən, mən bir Hindistanlının yazdığında o tərcümə edirsən, avtomatik o funksiya var deyə tərcümə edib onun yazdığını görürsən. Və baxırsan ki, hər xalqın nümayəndələrində, hər mədəniyyətdə var bu xüsusiyyət. İnsanlar danışmağı, fikir bildirməyi sevirlər, normaldır. Amma bizdə isə insanlar bilavasitə daha çox xarici görkəmlə bağlı fikir bildirməyi belə özlərinə borc bilirlər və düşünmürlər ki, kimisə qəlbini sındırırlar. Mən Amerikanı çəkmişdim və bir tanınmış insan var idi. Yəni bir tanınmış insan mənim həmsöhbətim idi. Onunla bağlı baxırdım, elə kommentlər yazırlar ki, necə kökəlmisən, niyə kökəlib, nəyə oxşuyur bu? Yəni, sənin üçün gözəllik anlayışı əgər 60 kilo olmaqdırsa, bəlkə kimin üçünsə gözəllik anlayışı 80 kilo olmaqdır. Yəni sənin üçün gözəllik anlayışı... Arıq olmaq məcburiyyətində deyil axı. Bəli. Və hamının üzü eyni olmaq məcburiyyətində deyil axı. Yəni, hamı gərək eyni burunda, eyni üzdə olsun. Yəni, mən beləyəm də, Allah belə yaradıb. Yəni, nə qüsur tutacaqsan? Yəni, insanlar çəkinmirlər. Bir də biri var, düşünə bilərsən, düşünməyimiz azadıq, düşünməyimizi heç kəs qadağan eləyə bilməz. Amma bunu ifadə eləmək artıq mənə gəlir ki, tərbiyəsizlikdir adamın üzünə demək ki, burnun nə gündədir və üzün nə gündədir. Və görürəm ki, bizim insanlarımız normalda bunu söyləyirlər və bu da normal deyil. Aynes Radio ilə başladı sənin fəaliyyətin və bugün radio fəaliyyətin dayanıb, yoxsa davam edirsən hələ Kəmaləm? Radio fəaliyyətimi bir neçə aydır dayandırmışam. Bilmirəm, davam eləyəcəm məyə yox, amma dayandırmaq qərarına gəldim radio fəaliyyətimi. Düşünürəm ki, bəlkə də bir müddət fasilə vermək lazımdır. Radio ümumiyyətlə çox maraqlı sahədir. Radioçuları televiziyaçılardan fərqləndirən çox xüsusiyyətlər var. Mən biraz radionu həm də teatr sənətinə bənzədirəm də. Yəni artıq aktual deyil, amma yenə də görürsən o sahəni sevən insanlar var ki, orada qalırlar. Mən sevirəm radionu. Mən 90-cı illərdə yəni özümü
radio dinləmədən təsəvvür edə bilməzdim. Mənim bütün həyatım radioda idi. Yəni radio dinləyərək özümü xoşbəxt hiss eləyirdim. İnsanlar var ki, sadəcə radio onun karyerasında bir mərhələdir. Gəlib oradan keçirlər və gedirlər. İnsanlar var ki, radio üçün doğulurlar. Radio aparıcısı, radio əməkdaşı olaraq, radioçu olaraq doğulurlar və belə də yaşayırlar. Və belə olduğu halda hətta sən radioda işləməsən belə, sən radioçusan. Mən indi radioda işləməsəm belə yenə də maşına oturan kimi birinci radionu açıram, qulaq asıram, bilmək istəyirəm ki, hansı radioda nə var. Yəni bu artıq məndə illərin vərdişinə çevrilib və onu da deyim ki, mən o qədər radio dinləyən olmuşam ki, lap əvvəldən, elə radioya başladığım vaxtlardan, ondan da daha əvvəldən mən hətta radioları tezliklərinin təmizliyinə görə bir-birindən ayıra bilirəm. Musiqiyə qulaq asanda bilirəm ki, bu hansı radiodur. Yəni bunu bir dəfəlik bu kitabı bağlayıb başqa bir həyat yaşamaq da oradan çox çətindir. Aktrisalıqdan biraz danışmaq istəyirəm. Aktrisa yolunu başladın. Mən bilirdim ki, sən İncəsənət Universitetini bitirmisən. Yəni o vaxt işlədiyimiz müddətdə də yəni istedadını bilirdim və həmişə istəyirdim səni ekranda görməyi, səni aktrisa kimi görmək istəyirdim çünki onu görürdük, bilirdik. Və nəhayət ki başladın və mən səni ilk dəfə bir neçə il bundan əvvəl görəndə aktrisa kimi o qədər sevinmişdim və sənə yazdım. Necə oldu başlanğıc oldu? Səhv etmirəmsə Taleh Yüzbəyevin layihələri ilə başladı deyəsən. Bəli, belə oldu. Deməli, onu deyim ki, İncəsənət Universitetində oxuduğum dönəmdə Azərbaycanda kino və teatr sahəsi çox ciddi bir keçid dövründə idi və bu dövrdə teatrda işləmək, kinoda olmaq qəhrəmanlıq tələb edirdi. Nəinki fədakarlıq, hətta qəhrəmanlıq tələb edirdi. Biz həmin dönəm, mən Akademik Milli Dram Teatrında tamaşalara gedirdim və bir tamaşa üçün bizə müəyyən bir məbləğdə məvacib verilirdi, tələbə idik. O qədər kiçik bir məbləğ idi ki, bu bizim yol pulumuza ancaq çatırdı. Belə bir məbləğ idi. O dönəm teatrda qalan dostlarım, tanışlarım, indi hal-hazırda teatrda artıq illər təcrübəsi olan aktyorlar, aktrisalar var ki, mən onların fədakarlığına həmişə belə qəribə bir yəni həyəcanla yanaşıram. Çünki insan ömrünü bu cür fədakarcasına teatra, kinoya həsr edirsə, doğrudan onun çox böyük sevgisi var. Mən də böyük sevgim var idi. Sadəcə şərtlər elə gətirdi ki, mən tamamilə təsadüfən uzun illər xəyalını qurduğum, daha əvvəllər olmaq istədiyim radioya dəvət aldım. Bir filmin kastinginə getdim və həmin o kastinqin nəticəsi olaraq mən o vaxt ANSCM radiosuna aparıcı kimi dəvət aldım və başladım orada radio aparıcılığını öyrənib fəaliyyətə başladım. Və ANS məni sanki həmin o mühitin içindən çəkib çıxardı. Çünki orada həyat tərzi çox qaynar idi. Ümumiyyətlə radio, televiziyada həyat çox sürətli keçir. Bunu sən də bilirsən. Bir müddət radiodan ayrılmışdım. Elmlər Akademiyasında fəaliyyət göstərməyə başlamışdım. Deməli, kağız çapa vermişəm, gözləyirəm. 10 dəqiqədir kağız çapdan çıxmır da. Yəni buradan kağız çapa getməlidir, gözləyirəm, bu proses davam eləyir, çap maşını, hər şey o qədər ağır gedir ki. Qızlara dedim ki, mən indiyə radioda, yəni bu vaxt ərzində mən xəbərimi çapa verib, efirə oxuyub, sonra onu kəsib, narezka eləyib, təkrarını efirə vermişdim. Yəni radioda hadisələr belə cərəyan eləyir, bunu sən də bilirsən. Və bir də gözünü açırsan ki, sən artıq illərdir radio əməkdaşsan. O dönəmdə teatrda, kinoda dediyim kimi keçid dövrü olduğu üçün onsuz da çox film çəkilmirdi. Çəkilən filmlərdə də mənim seçilmə ehtimalım çox az idi. Çünki indi sosial şəbəkə bizi tanıdır. Onda isə mütləq səni kimlərsə tanıması üçün sən kastinqlərə getməliydin, prop çəkilişlərinə getməliydin, kimlərsə səni tanımalı idi və hətta o dönəm bəzi rejissorlardan bəziləri hətta öz qızını filmə çəkirdi. Belə bir dönəm idi. Yəni daha yaxında olanları filmə çəkirdilər. Təbii ki, istedadlı aktyorlarımız da çəkilirdi, amma bir gənc üçün filmə çəkilmək, film sahəsində olmaq çox çətin idi. Çünki mühit tam fərqli idi. Və mən də beləliklə bu aktrisa olmaq arzularımı qoydum rəfə və düşündüm ki, bir daha yəqin ki, bu sahədə olmayacağam. Davam elədim radioya.
uzun müddət radioda işləyəndən sonra mən bunu xatırlayıram. Deməli, günlərin bir günü Talih Yüzbəyev mənə zəng elədi. Talih Yüzbəyev mənim qrup yoldaşım olub İncəsənət Universitetində və həmişə mənə deyirdi ki, sən çox yaxşı aktrisasan. Özüm çəkilən kimi, özüm kino çəkən kimi mütləq səni də filmə gətirəcəm. Talihin də özü teatrda işləyirdi, arzuları var idi, amma filmə çəkilmirdi. Belə bir dönəm var idi. Sonra Talih birdən-birə sosial şəbəkədə məşhurlaşdı. Məşhurlaşdıqca reklam təklifləri aldı və o təkliflərə məni dəvət etməyə başladı. Mən də onda çalışırdım Asan Radioda. Asan Radioda çalışdığımız dönəmdə bizə deyilirdi ki, biz həm də təkcə radio işçisi yox, həm də Asan Radio vətəndaşlara xidmət edən bir strukturdur. Biz həm də məmur sayılırdıq, yarım məmur sayılırdıq. Belə olan halda filmə çəkilmək, reklama çəkilmək nə qədər bəyənilən olardı sualı var idi. Təbii ki, bununla bağlı xüsusi bir qadağa yox idi, amma suallar yaranırdı. Və Talih məni bir dəfə reklam çəkilişinə dəvət elədi, tərəddüd elədim. Bir neçə dəfə bu baş verdi. Sonra söhbət bağlandı. Günlərin bir günü gördüm ki, telefonuma zəng gəlir, Talih mənə zəng gəlir. Götürdüm, Kəmalə necəsən? Dedim ki, yaxşı. Dedi, mən çəkilişdəyəm. Bir qız çağırmışıq, gəlməyib çəkiliş üçün. Xahiş eləyirəm, ölmüşəm, məni yerdən götür. Yəni, bu elə bir dəvət tərzi idi ki, yəni bu Talih məni, yəni mən ümumiyyətlə dostlarımı çox istəyirəm və mən baxmayaraq ki, qadınam, hətta hansısa bir belə deyək də münaqişə olsun, söz-söhbət olsun, hər hansı bir məsələ çürütmək lazım olsun, dırnaq arasında deyil, kimsə məni çağırsa gedərəm. Yəni dostlarıma görə hər yerə gedərəm. Bunu sən bilirsən, biz dostuq və bu dəvət elə bir dəvət idi ki, mən etiraz eləyə bilmədim. Yol gedə-gedə də artıq o aktrisalıq istəyi məndə başladı yenidən baş qaldırmağa. Getdim, çəkildim və uğurlu alındı, yaxşı alındı. Bir reklam idi. Yaxşı deyəndə ki, çox böyük səs-küy yaratmadı, amma alındı. Növbəti dəfə Talih artıq yoluxmuşam axı. Ümumiyyətlə kamera elə bir şeydir ki, çəkilirsənsə, sən yoluxursan, çəkilmək istəyi yaranır. Bax, o da radio kimi bir şeydir. Bilmirəm, bu yaradıcı insanlar da belədir, bilmirəm, mənim sahəm olduğu üçün belədir, amma buna da öz aramızda dostlarla, həmkarlarla xəstəlik deyirik də, yəni bu xəstəlikdir. Deməli, sonra daha bir reklama Talih məni dəvət edir, bu dəfə daha rahat idim. Gedib oynayacağım obrazın üzərində düşünmə imkanım var idi və bu obraz çox sevildi, çox baxıldı. Bilməm, xatırlayırsan, xatırlamırsan, kart, Talih Yüzbəyevin kart reklamı var idi. Orada kassada oturan bir xanımı oynayırdım və bu birdən-birə böyük təşviqə səbəb oldu ki, hətta həmin dönəm işlədiyim radionun rəhbərliyi mənə zəng elədi ki, Kəmalə, nə maraqlı, nə gözəl. Və bu artıq məndə işlədiyim yerdə aktrisalıq fəaliyyəti sual yaradarmı məsələsini də bağladığına görə yavaş-yavaş başladım çəkilməyə və Talih sağ olsun, Talih mənim həyatımda yəni çox yaxşı bir dostumdur, əziz qardaşımdır, xətrini istədiyim bir adamdır və həyatımda bu məsələlərə yön verən ilk adamdır deyə bilərəm. Çünki mən əgər Talih Yüzbəyev mənə dəvəti olmasaydı, bəlkə də çox daha sonra çəkilməyə başlayardım. Bəlkə də heç çəkilməzdim, amma Talih məni yenidən söz verdiyi kimi biz tələbə vaxtı bu mövzularda çox danışırdıq. Tələbə vaxtından dostluq edirdik və xəyallar qururduq ki, belə eləyərik, belə çəkilərik, bu olsun, o olsun. Söz verdiyi kimi məni yenidən filmə, yəni çəkilməyə geri qaytardı. Və doğrudan Talih Yüzbəyev komandası, mən bir hamının adını çəkməyəcəm. Yəni bütünlükdə komanda deyəndə məncə anlaşılır söhbət kimlərdən gedir. O qədər istedadlı insanlardılar, onlar hamısı. Düşünürəm ki, Azərbaycan kinosunda, xüsusilə komediya janrında onlar bir fərqlilik yaratdılar. Bir fərqli era başladı onlarla, davam edirlər və mən izləyirəm YouTube platformasına qarşıma çıxan və zövq də alıram və çox bəyənirəm. Çünki biz bir Amerikanın, bir Türkiyənin filmlərinə, seriallarına baxanda
artıq o keyfiyyəti gördüyümüz üçün eyni keyfiyyətdə də Azərbaycan filmləri və seriallarını istəyirik. O keyfiyyəti görməyəndə üzülürsən. Amma və o keyfiyyət artıq görünür. Gənclər, çox istedadlı gənclər başlayır bu gün əslində Azərbaycanda fəaliyyətlərinə. Bu sevindiricidir. Yadıma gəlir 90-larda biz həmişə danışırdıq ki, Azərbaycan kinosu durğunluq dövrü keçirir, keçid dövrü keçirir falan feşməkan, amma bu keçid dövrü bitmədi, yəni bitmədi. Nəhayət ki, artıq bitmək üzrədir və düşünürəm ki, biz yaxşı nəticələrini görəcəyik. Mən arzu edərdim ki, bizim daha istedadlı insanlarımız çəkilsinlər, daha çox çəkilsinlər. Bəli. Həm də kinodan pul qazana bilsin insanlar və çox üzülürəm, mən hərdən elə aktyorlarımızın həyatlarını görürəm ki, yəni aktyorlar məcburdular öz həyatlarını filmdən qazandıqları və ya tamaşadan, nə bilim, hansısa çəkilişlərdən qazandıqları pulla yox, nə bilim, əlavə işlərlə öz Bəli, həyatlarını qazanmaq məcburiyyətinə qalırlar. Amma məncə aktyorun işi aktyorluq olmalıdır. Yəni sən bütünlükdə özünü ora verməlisən. Asan sahə deyil. Bütün həyatını ora verirsən. Yəni ona görə, niyə görə dünyada Hollywood aktyorları pula ehtiyacları yoxdur. Çünki onlar çəkildiyi filmlərdən çox yaxşı qonorar əldə edirlər və bu onların Bəli, həyatını bəli. dəyişir. Bu Yəni hələ ki aktyor məncə olduğu Azərbaycan kimi yaşamalıdır. Bəli, bu hələ ki Azərbaycan aktyorunun sadəcə xəyalıdır. Arzusudur. Amma hansısa xəyallarımız gerçəkləşdiyi kimi düşünək ki, gələcəkdə bizim övladlarımız, qarşıdan gələn nəsil bəlkə də bunu görəcək. Biz sənin dediyin kimi keçid dövrü yaşadı Azərbaycanda, kinoda, teatrda müəyyən bir dönəm oldu ki, orada pul qazanmaq çox çətin oldu. İndi də əslində çətindir, amma indi yenə nə isə çəkilir. Bir müddət isə çox belə qəribə bir durğunluq var idi. Çox az film çəkilirdi və çox az aktyorlardan istifadə olunurdu və bu dönəm həyatının ən məhsuldar dönəmini pərdə arxasında keçirən, ən məhsuldar dönəmini çəkilmə arzusu ilə keçirən nə qədər aktyorlar tanıyıram mən. Onlar parlaya bilmədilər. Çox istedadlı aktyorlarımız var ki, onlar Azərbaycan kinosunda özünü tapa bilmədilər, parlaya bilmədilər. Bu üzücüdür əslində. Bəli. Amma zamanla düşünürəm ki, bu da necəsə öz həllini tapacaq. Bizim şansımız onda gətirdi ki, məsələn, mən özümü bu dövrdə yaşadığım üçün şanslı hesab edirəm. Biz bugün sən Amerikada, mən Azərbaycanda oturub söhbət edə bilirik. Yəni bugün əlçatanlıq yüksək səviyyədədir. Texnologiyaya görə əlçatanlıq yüksək səviyyədədir. İnternet hətta aktyor olmayan birini belə fenomen eləməyə qadirdir. Sənin istedadın varsa, bacarığın varsa, sənə və təbii ki, peşəkarlığın varsa, sənə ehtiyacı olan kütləyə çata bilərsən. Əvvəllər bu mümkün deyil idi. Düşünürəm zamanla bunun daha yaxşı bir həlli olacaq və elə Talih Yüzbəyov dalğası deyək də, həmin dönəm gələn aktyorlar, həmin dönəm çəkilən kiçik filmlər, YouTube üçün çəkilən kiçik filmlər, əslində o da bu texnologiyanın məhsuludur. Yoxsa Talih üçün də, elə Kəmalə üçün də, digər aktyorlar üçün də görünmək, ekranlarda olmaq çox çətin idi. Düşünürəm ki, yaşasın texnologiya. Bəli. Filmlər, bəzi insanlar deyə bilər, əşi bizim nəyimizə lazımdır, film qarnımız tox olsun, amma çox önəmlidir. Biz xatırlayırıq 90-cı illərdə o American Dream deyirlər də, necə yarandı bizim beynimizdə, ürəklərimizdə Hollywood filmləri ilə. Çox yaxşı bir tanıtımı idi Amerikanın, Amerika həyatının. 90-larda Sovet rejimi dağılandan sonra bizim kimi ölkələr, biz birdən-bir Avropa, yəni Amerika filmlərini izləyirik və başqa bir həyat görürük. Nə gözəl həyat var imiş. Yəni bizə Sovetlər dövründə göstərilən, deyilən hər bir şeyin əksi, gözəl bir həyat, biraz da şişirdilmiş o başqa bir həyat, Hollywood filmlərindən gördüyümüz buydu. Və bu gün məsələn Türkiyə necə gözəl həyata keçirir bu, bilmirəm, bu artıq siyasətdirmi, yoxsa nədən, mədəni siyasətdir. Məsələn, burada Türk filmləri izləməyən hələ bir insana rast gəlməmişəm. Yəni, xüsusilə də bu Latin Amerikası ölkələrindən olan insanlar var ki, deyirəm, nə qəribədir. 90-cı illərdə biz Latin Amerikası serialları ilə böyümüş bir nəsilik. Amma indi həmin o insanlar Türk seriallarını izləyirlər. Yəni, bir də görürsən Latin Amerikasında olan insanlar soruşurlar da, tanıdığım
Yəni tanış olduğum insan hardansan, deyirəm Azərbaycan, sonra izah eləyirəm. Görsən Azərbaycanı tanımır, izah eləyirsən ki, hə, yəni Türkiyə ilə qonşuyuq, Rusiya ilə. Türkiyə momentini tutan kimi də deyirlər, ha mən filan seriala baxıram və serialların adlarını çəkirlər, necə həyəcanla baxırlar. Bu böyük bir şeydir. Yəni sən təsəvvür et, Latin Amerikası ölkəsində möhtəşəm 100 il serialını izləyən insanlar Türkiyə tarixini öyrənir. Və burada gözəl bir mədəni siyasət həyata keçdi. Bəli, Türkiyə öz tarixini tanıtdı. Bəli, və mən düşünürəm ki, bu elə belə xırda bir iş deyil. Film Oradan- çox ciddi hadisədir əslində. Biz bunu zaman-zaman insanlar sən dediyin kimi buna çox kiçik bir məsələ kimi yanaşsalar da film çox ciddi hadisədir. İnsanlar, yəni ölkələr var ki, filmlə öz problemlərini bütün dünyaya çatdırırlar. Film ədəbiyyat qədər vacib bir belə deyək də hadisədir. Mənə elə gəlir ki, filmsiz olmaz. Yəni heç olmur. Filmsiz mədəniyyət yoxdur. Musiqi qədər, ədəbiyyat qədər vacibdir və nə qədər vaxt keçsə də, zaman keçsə də film sadəcə məncə mükəmməlləşəcək. Çünki nə qədər ki insan fantaziyası var, nə qədər ki yaradıcılıq var, insanlar yarada bilirlər. Sadəcə bu əlimizdə olan resurslar, alətlər təkmilləşdikcə daha yaxşı filmlər olacaq. Belə düşünürəm. Mən nə xoşbəxtəm ki, mən də özümü serialda aktyor kimi sınamışam, bir və son olub. Amma həmişə yadımda qalan o səhnə arxaları olub, kamera arxaları olub da. Ona görə həmişə mənə maraqlı olub, yenə də maraqlıdır səhnə arxası, kamera arxası məqamlar. Sənin həyatında, aktrisalıq fəaliyyətində çətin səhnələr, kamera arxası, yadda qalan anlar olub, çox güman ki olub. Əvvəlcə bunu deyim ki, mənim aktyor sənətinə o qədər böyük sevgim var ki, yəni düzdür, adətən sevgidən çox danışanda sevgi kiçilir deyirlər, amma indi izah edəcəm, aydın olacaq. Mənə anam deyir ki, sən yorulmursan? Deyirəm ki, yox. Elə olub ki, biz 2 gün gecə-gündüz çəkiliş eləmişik. Halbuki, məsələn, 8-9 saatlıq iş rejimində gedib ofisdə əyləşəndə bir neçə saatdan sonra gözləyirsən ki, vaxt bitsəydi çıxıb gedərdim evə. Film elə bir prosesdir ki, film çəkilişi elə bir prosesdir ki, bizim təbii ki, bugün özəl şəkildə film çəkən insanların çox böyük resursları yox. Bunu film çəkənlər biraz sponsordan, biraz öz cibindən və belə olduğu halda vaxt çox qiymətlidir, çox dəyərlidir. Bəzən olur ki, bir neçə sutka ərzində bu çəkilib yekunlaşmalıdır. Bizim vaxtımız yoxdur ki, bunu bir həftə çəkək, bir ay çəkək. Elə olduğu halda olub ki, məsələn, biz fasilələrlə, yəni yarım saatda sən gözünü yum yat, sonra dur filan səhnəni çəkək. Bax, belə olduğu vaxtlar olub. Yorulmuşam, bir də yorğunluğumu evə gələndən bəlkə də bir neçə saat sonra, bəlkə bir gün sonra hiss eləmişəm. Çünki filmə çəkilməyin həm də eyfariyası var. Filmə çəkilməyin həm də qəribə bir pozitiv enerjisi var. Bilmirəm məndə bu belədir, bilmirəm başqalarında da belədirmi. Düşünürəm ki, heç vaxt mən bu işdən yorulmaram. Bəlkə də bilməm, daha uzun müddətli fəaliyyət göstərsəm aktrisa kimi bəlkə yorularam. Bax, Azərbaycanda məsələn film seti deyək də, set deyirlər. Məsələn, Türkiyədəki kimi çox uzağa getmir. Türkiyədəki kimi belə güllük, gülistanlıq film setləri yoxdur. Biz elə filmə çəkiləndə, məsələn, filmə çəkildiyimiz evin birazdan tutaq ki, burada səhnə çəkiləcək, biz elə o divanda oturub dincəlirik, uzana bilirik və s. Yəni, aktyorun böyük bir şəraiti yoxdur. Amma buna rəğmən yenə də filmə çəkilmək mənə heç vaxt yormayıb. Nə qədər alınmasa da. Yeganə bir səhnə var ki, orta statistik rəsimdə, bilməm, xatırlayırsan ya yox, orada bir tort var idi. Mən əlimdə tortu bişirib, deməli, özüm bişirib uşağın tortunu məktəbə aparıram ki, uşaqlar yesinlər və əlimdə tort qaydıram, Talihlə nə isə danışmaq. Tort o qədər ağır tort idi ki, yəni o tortu saxlamaq və dik dayanmaq çox çətin idi. Təsəvvür elə ki, biz bir neçə dubl, hətta bilmirəm, 10 dubl, 12 dubl biz söhbət eləməliyik aramızda. Mən də əlimdə tort, bu söhbət getməlidir də. Tortun ağırlığından mənim sözlərim yadımdan çıxırdı. Yəni, neyniyəcək yadımdan çıxırdı və gördüm ki, bu alınmır. Talih dedi ki, bəsdir, yaxşı, sabah çəkərik dedik və yeganə o səhnədir ki,
Tort neçəsə kilo idi, yadımda deyil. Bilmirəm, 7-8 kiloluq tort idi. Çox böyük bir tort idi. O saxlamaq əməlli başlı güc tələb edirdi. Bax, o mənim ürəyimdə qalıb ki, həmin gün özü də mən çox sevirəm ki, ilk dubuldan uğurlu olsun. Yəni təkrarı yalnız ehtiyat üçün çəkilsin. Yəni alınmadı deyə çəkilməsin də. Bunu mükəmməliyyətçi olaraq deyirəm, axı mükəmməliyyətçilikdən əziyyət çəkirəm. Bu mənim unutmadığım şeylərdən biridir ki, orada bir neçə dubl özümə və təbii ki, günah tək məndə deyildi, həm də tortdaydı, amma həm də həmkarlarıma əziyyət vermişdim. Kəmalə, sən Göyçay rayonunda anadan olmusan. Bəli. Bakıya sırf universitetlə bağlı gəldin və sonra da qaldın Bakıda. Bakı həyatını çox dəyişdi. Amma Göyçaydan həmişə bir bağın var, çünki ailən, valideynlərin orada yaşayırlar, ailən orada olub həmişə və həmişə mən hiss eləmişəm ki, ailən sənə o mənəvi dəstəyi həmişə göstəriblər, həmişə dəstəkləyiblər səni. Bugün bilmirəm, sən adətən şəxsi həyatından danışmırsan, sən tək anasan, yəni oğlunu tək ailənin köməyi ilə böyütmüsən, çox gözəl bir oğul böyütmüsən. Mən uşaqlıqdan tanıyıram Onuru və bu arada Kəmalə Onur, yəni Onur Kəmalənin oğlunun adıdır. Əslində Kəmalə, mən həmişə Kəmalə Mustafayeva deyirəm və bugün dedim ki, yox, Kəmalə Onur deyə təqdim eləyəcəm. Çünki çox gözəl addır Onur. Onur özü də çox yaxşı oğuldur. Çox ağıllı uşaqdır. Uğurlarını ara sıra paylaşdıqca mən WhatsApp-da storylərdə gedirəm, ayında nə yaxşı, necə yaxşı böyüyür maşallah bu uşaq. Asan deyil tək ana olmaq, uşağını tək böyütmək, ailə dəstəyi də çox önəmlidir. Ümumiyyətlə, heç düşünmədinmi yenidən həyatını qurasan, yenidən ailə olasan, yoxsa tək elə daha yaxşıdır, insanların başını ağrıtmırsan? Belə deyim, elə ailədən söz düşmüşkən, yəni anamdan, atamdan söz düşmüşkən, əvvəlcə onu deyim ki, yəni fürsət olduqca, əlimə mikrofon düşdükcə mən bu məsələyə, yəni imkanım olduqca, hardasa müsahib olanda, kimlənsə bu barədə danışanda bunu dönəm-dönəm qeyd edirəm. Mənə elə gəlir ki, bir qadının uğur qazanmasının əsas başlanğıcı ailədən başlayır. Yəni belə olmur, bəlkə də olur, bilmirəm, amma mənim misalımda, məsələn, mən qazandığım bütün uğurlarımı ailəmin mənə verdiyi ürək-dirəyə borcluyam. Qorxma, get, yaxşı olacaq. Biz buradayıq. Hər şey yaxşı olacaq, hər şey əla olacaq cümlələrinə borcluyam və bu təkcə cümlə deyil. Mən bunu həyatımın müxtəlif mərhələlərində görmüşəm. Atamın davranışlarında görmüşəm, anamın davranışlarında görmüşəm. Və mən çox erkən yaşda deyəndə, Onurun yaşı çox az olanda ailə həyatım dağıldı və həmin dönəm mənim ailəm mənə çox böyük dəstək göstərdi. Bugün mən təbii ki, öz uşağını tək böyüdən analar var, çox zəhmət çəkən analar var. Hərənin zəhməti bir cürdür. Hərə bir cür əziyyət çəkir. Məsələn, mənim də həyatım belə alındı ki, mən biraz məsafədən, biraz ailəmə dəstək olaraq, biraz ailəm mənə dəstək olaraq bir yola çıxdıq və bizi bir ailənin içində yaşamaqdan ayıran sadəcə, belə deyək də, məsafədir. Biz gün ərzində anam, atam, oğlum, mən, biz gün ərzində elə olur ki, 4 saat, 5 saat telefonla danışırıq. Mən indi bu texnologiyanın o yaxşı tərəfi də var ki, əvvəllər bu mümkün deyil idi. Mən oğlum balaca olanda anam baxırdı oğluma, zəng eləyirdim, danışa da bilmirdi. Mamama deyirdim ki, necəsə onu danışdır, bir qığıldasın, səsini eşidim. Yəni, mən rayonda işləmək mümkün deyil idi və mən məcburən Bakıda işləməli idim ki, həm ailəmə dəstək olum, həm mənə valideynlərim deyirdi ki, karyerandan uzaqlaşma. Çünki sən iş adamısan, sən işləməsən çox uzun yaşamazsan. Amma anam həmişə mənə deyir ki, sən necə ki, gül var, dipçək gülü, ev gülüdür, gül var, həyətdə onu əkirsən. Mənə deyir ki, sən iş üçün yaranmısan. Məni belə təlqin ediblər, belə öyrədiblər. Bəlkə də bilmirəm, valideynim bunu hiss eləyib məndə uşaq vaxtından. Əslində, valideynlər öz uşaqlarını yaxşı tanıyırlar və onların potensialına bələd olurlar ki, harada o daha xoşbəxt ola bilər. Mənə də anam və atam həmişə deyir ki, xoşbəxt olduğun yerdə ol. Ona görə bu vaxta qədər yaşadığım həyatdan heç təəssüf hissi keçirməm. Nə qurduğum ailədən təəssüflənirəm,
ki, orada mənim həyatımın ən böyük hadisəsi baş verir. Mən Onurla tanış olmuşam, Onurla bir yola başlamışam, Onur mənim həyatıma gəlib. Ona görə ümumiyyətlə o barədə heç bir peşmanlığım yoxdur. Nə ayrıldığım üçün peşmanam, çünki yenə də deyirəm, mənim üçün azadlıq çox önəmli olub həmişə. Bu azadlığı mənə valideynlərim verdiyi üçün mən bunu getdiyim digər ailədə də axtarmaq məcburiyyətində qalmışam. Azadlıq da dediyim söz azadlığından söhbət gedir, fikir azadlığından söhbət gedir. Yəni gecələr evə gəlməməkdən söhbət getmir, nə hansısa restorana, nə bilim diskotekaya və s. Yəni bu cür yaşamaqdan da söhbət getmir. Sadəcə normal fikir və söz azadlığından söhbət gedir ki, mənim bu azadlığa ehtiyacım var idi. Mən istədiyim işlə məşğul olmaq istirdim və belə alındı ki, belə yaşamalı oldum. Ailə həyatı qurmaqla bağlı daha sonra düşünmədim. Çünki zaman keçdikcə bu daha çətin olur. Özün bilirsən, məndən yaxşı bilirsən. Daha əvvəl, daha gənc yaşlarda seçim eləmək daha asan olur. Sənin kriteriyaların sayı çox az olur. Ətrafın sənə təsiri səni bir yola sala bilir, sən bir yolla addımlaya bilirsən. Belə deyim, sevgi biraz da hormonal proses olduğu üçün, yəni biraz yox, elə əslində sevgi hormonal prosesdir. Gənc yaşda mənə elə gəlir ki, o adamın başını daha çox qovlaya bilir. Amma yaşa dolduqca artıq sən kriteriyaların meydana gəlir, sənin üçün vacib olan məsələlər ortaya çıxır və bu kriteriyalara uyğun adamla rastlaşmaq çox çətin olur. Ona görə də ağrımaz, necə? Azacıq aşım, ağrımaz başım deyirlər də. Ağrımaz başım. Sakit qulaq. Səxavət, sakit qulaq. Mənim üçün bugün, məsələn, kimsə mənə zəng edib deyir ki, Kəmalə xanım, bir senarimiz var, filmə başlayırıq, sizi də öz aramızda görmək istəyirik. Yəni, bu zəng məni o qədər xoşbəxt eləyir ki, yəni, bilmirəm, bəlkə də doğru düşünmürəm. Ailəsi olan xanımlar var ki, onlara çox böyük, belə deyək də, onların fədakarlığına, hətta fədakarlıq etməsələr belə çox böyük hörmətlə yanaşıram. Düşünürəm ki, insan ailəsi olmalıdır. Bunların hamısını başa düşürəm. Amma mənim üçün hal-hazırda bu şərtlərdə ən yaxşı seçim budur. Söhbətimizin əvvəlində sən bir sual verdin ki, bu 14 ildə nə dəyişib? Bu 14 ildə dəyişən şeylərdən biri də odur ki, mən get-gedə introvert olmağa başlayıram. Özümə qapanmağa, problemlərimi özümlə həll eləməyə, hətta hər hansı bir dərdim, ağrım, çətinliyim varsa onu özümlə bölüşməyə və ya ən yaxın olan adamlarla, ailəmlə bölüşməyə. Düzdür, xarakter də önəmlidir, özümün də inadkar tərəflərim var. Baxmayaraq ki, əslində sən söhbətimizin əvvəlində mənim mimikalarıma, sarkazmıma da toxundun. Amma əslində çox yumşaq adamam, çox üzü yola, rahat tərəflərim var. Amma bir də inadım var. Məsələn, mən Dillər Universitetini bitirəndən sonra təhsil almaq üçün 3 il Mədəniyyət və İncəsənət Universitetinə imtahan vermişəm. Daxil olmuşam, pullu olduğu üçün oxuya bilməmişəm. Gələn il yenə imtahan vermişəm ki, o dönəmə qədər bəlkə hər hansı bir nəyisə dəyişər, həyatımda pul qazana bilərəm və gənclik elə bir dövrdür ki, orada bizim o dediyim həmin o keçid dövründə pul qazanmaq da çox çətin idi. Ailəmin də vəziyyəti o deyildi. Demək istəyirəm ki, yəni bir şey əldə etmək üçün kifayət qədər inad göstərə bilirəm. Bugün əlimdə var olanlarla özümü xoşbəxt hiss eləyə bilirəm mən. Çünki zaman mənə həm də onu öyrətdi ki, bir vaxtlar dəyərini bilmədiyimiz şeylər səndə bizi xoşbəxt edirmiş. Biz bunu çox sonralar anladıq. Və indi ağlayacağım. Mənim üçün bir qızıl qayda var, mühakimə etməmək. Son vaxtlar o qədər çalışıram ki, heç kəsi mühakimə eləməyim də. Yəni mən özümə görə düzəm, öz çərçivəmdə düzəm, kimsə də özünə görə. Yəni yaradan hamını yaradıbsa, yəni hərənin də özü olmaq, özü istədiyi kimi yaşamaq haqqı var. Əgər heç kəs mənim çərçivələrimi zorlamırsa, mənim azadlığımı əlimdən almırsa, mən heç kəsə qarşı heç bir etirazım yoxdur. İndi media dövrü, sosial media dövrüdür.
TikTok var. Yəni insanlar hər beyində, hər xarakterdə insanlar vardı. Yəni mənim kiminsə akkauntuna girib, kiminsə hesabına girib ona söyməyimlə heç nə dəyişməyəcək. Bu məni xoşbəxt eləyirsə bu anormal haldır da. Yəni mən özümə öz həyatıma fokuslanıram. İzləmədən. Yəni belə bir müqəddəs hərəkət var. Belə eləyirsən vəssalam. Xoşun gəlir. Belə eləyirsən sadəcə səhifə dəyişir. Məncə hamısı bekar olmağın əlamətləridir. Başqalarını mühakimə etmək də, başqalarına nifrət yağdırmaq da xoşbəxt olmamağın və bekar olmağın əlamətləridir. Mən bütün insanlara xoşbəxt olmağı arzulayıram. Hətta əgər düzdür, mənim düşmənim yoxdur, əgər məni sevməyən insan varsa belə ona da xoşbəxt olmağı arzu edirəm. Çünki insanlar nə qədər sevgi dolu, nə qədər xoşbəxt olursa, o qədər ziyansız olurlar. Doğrudan ən böyük arzularımdan biri odur ki, hamı xoşbəxt olsun, hamı istədiyi kimi olsun ki, biz də öz həyatımızı istədiyimiz kimi yaşaya bilək. Gözəl arzudur. Elə bu arzularımızla da yekunlaşdıraq bugünkü söhbəti. Kəmalə təşəkkürlər, vaxt ayırdın. Nəhayət ki, biz bir neçə həftədir danışırıq. Bəli. Çəkək, bugün çəkək, sabah çəkək. Vaxt fərqi var ortada, amma nəhayət ki, bu həyata keçdi. Təşəkkür edirəm. Mən təşəkkür edirəm, Səxavət. Çox müsahibə almışam mən bu vaxta qədər, amma çox az sayda müsahibə vermişəm. Böyük zövqlə danışdım. Həmişə belə deyək də müsahibədə soruşan tərəf olmuşam. Bu dəfə hətta bəzən mənə elə gəlirdi ki, mən müsahibə versəm nədən danışacağımı bilmərəm. O qədər müsahibə almışam ki. Bugün mənim üçün çox maraqlı oldu. Bu müsahibə mənim üçün çox maraqlı oldu. Düşünürəm ki, izləyənlər də darıxmayacaqlar. Sənə təşəkkür edirəm ki, mənim səsimi öz izləyicilərinə eşitdirdin. Səsin var olsun. Çox sağ ol Kəmalə. Bax belə əziz izləyənlər, əziz mənim daimi izləyicilərim, təşəkkür edirəm ki, izləyirsiniz və növbəti podkast epizodlarında görüşənədək təşəkkürlər.